Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Elhamdülillahi hamden ketiren tayyiben mübareken fi kema yuhibbu Rabbuna ve yerdah. Allahümme salli ala Muhammedin ve ala ali Muhammedin kema salleyte ala İbrahim ve ala ali İbrahim inneke hamidun mecid ve barik ala Muhammedin ve ala ali Muhammedin kema barakte ala İbrahim fil alemin inneke hamidun mecid. Bugün yenə də Allah Subhanahu ve Taala'nın kəlamlarından bir kəlamına değinəcəyik. Gafir surəsinin 7-ci ayəsində baxaq bizə Allah Taala nələri buyurub. Orada yatan mənalar nə idi? Allah Taala buyurur ki: "Ellezine yahmilunal arşe ve men fawqahu ve men havlahu yusabbihuna bihamdi rabbihim ve yu'minuna bihi ve yestagfiruna lillezine amenu Rabbena vesi'te kulle şey'in rahmeten ve ilme. Faghfir lillezine tabu vettebe'u sebileke ve qihim azabel cehim" diye Allah Subhanahu ve Taala bizlere buyurdu. Ərşi daşıyanlar ve onun etrafındakiler, yani melekler, öz Rəbbinə həmd edərək onu tərifləyir, ona iman gətirir və möminlər üçün də bağışlanma diləyirlər. Və deyirlər: "Ey Rəbbimiz, sənin mərhəmətin və ilmin hər şeyi əhatə etdi. Tövbə edib sənin yoluna gələnləri bağışla, onları cəhənnəm əzabından xilas elə" deyərəkdən Allah Subhanahu Taala bizlərə bu ayədə bildirdi. Tafsil-i dual mələikəti lil müminin. Deməli burada mövzumuz ondan ibarətdir ki, bəzi əməllər var ki, onları işləyən möminlər, yəni o cür əməllər edən möminlər sonda mələklərin onlar üçün dua etməsinə səbəb olur. Ki, hətta sənin üçün möminlər Allah Taala'dan bağışlanma, istiğfar diləyirlər. Bu ayə açıq-aydın bizə bunu göstərir. İndi burada bu möminlər üçün mələklərin etdiyi duaların təfsilatına baxaq. El-istiğfaru tilqai. Burada yəni öz başına, yəni sən istəmədən, tələb etmədən mələklərin insanlar üçün dua etməsi. Deyir ki, möminlər üçün, heç onlar istəməsə belə mələklər onlar üçün Allah Taala'dan istiğfar edirlər. Bağışlanma deyirlər. Ey Allahım, sənə iman gətirənləri bağışla. Sadəcə bunu mələklər deyirlər. Kimlər üçün? Allaha iman gətirən kimsələr üçün. Və hada delilun ala tarabitul alamul mələkutu və alamul iman. Belə bu ayənin bu yerindən biz bilirik ki, Allah Subhanahu ve Taala'nın o ərşli, yəni o Allah Taala dərgahında və göy səmasında olan məxluqatlarla yer məxluqatları arasında bir bağlantı vardır. Yəni mömin olmaq şərti ilə mələklərin duasına nail olursan. Aydındır. Sonra Ədillətul Qur'ani əl-istiğfaril mələikdir. Başqa Quran ayələri də var ki, onlar da bizə mələklərin həqiqətən möminlər üçün istiğfar etməsinə dəlildir. Bir var ümumi mələklərin dua etməsi. Deyir ki, Allah Teala əxbəranallahu Teala ənəl mələkə təstəğfiru li cəmi'i fil ard. Allah Subhanahu ve Teala öz Quranında kitabında Şura surəsinin 5-ci ayəsində bildirdi ki, mələklər yer üzərində olan hər bir kimsə üçün, şübhəsiz ki, əvvəlki ayələ qeydlə gəlir, orada möminlər qəsd olunur, aydındır. Burada Allah Teala ümumi mələklərin yer əhli üçün dua etməsini bildirdi. Burada Allah Teala buyurur ki, تَكَادُ السَّمَاوَاتِ يَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلَائِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَنْ فِي الْأَرْضِ أَلَا إِنَّ اللّٰهُ وَالْغَفُورُ الرَّحِيمُ diye Allah Subhanahu Teala bizlere Şura surasının 5. ayetinde buyurdu ki, sanki göylerin birbirinin üstünden çatlayıp yarılmasına az kalıp melekler de Rabbine həmd ilə onu təriflər deyər. Allah Teala təriflər deyərlər, həmd edərlər və yerdəkilər üçün, burada qeydsiz gəldi, yerdəkilər üçün bağışlanma diləyirlər. Deyərlər ki, həqiqətən Allah Teala bağışlayanı rəhimlidir. Burada mələklərin, Gafir surəsində keçən ayədə mələklərin yer əhlindəki olan möminlər üçün burada qeydlə gəldi. Lakin bu ayədə Şura surəsinin 5-ci ayəsində qeyd etilmədən ümumən insanların üçün Allah Teala'nın mələklərin yer əhli üçün istiğfar, bağışlanma diləməsini bildirilir. Həmələtul arş mələkəti əqrab ilallahi həmələtul arş. Gafir surəsində keçən ayədə
ərşi daşıyan mələklərin möminlər üçün istiğfarı bildirildi. Ərşi daşıyan möminlərin üzr istəyirəm, ərşi daşıyan mələklərin möminlər üçün istiğfarı bildirildi. Yəni ərşi daşıyan mələklərin başqa mələklərdən üstünlüyü varmı? Əlbəttə ki, yəni ona tapşırılan, yəni və ya da öhdəliyində olan işə görə mələklər qədir qiymət qazanır da. Məsəl üçün, vəhiy mələyi başqa mələkdən daha üstün. Çünki Allah Taala'nın kəlamını birbaşa təyin olunmuş rasullara çatdırır. Aydındır. Bu minvalla fərqlənirlər. Və ərş də böyük əzəmətli məxluq olduğundan və onları daşıyan mələklər də Allah Taala ən yaxın olan mələklər sayılır. Aydındır. Deyilir ki, Allah Taala ən yaxın olan ərşi daşıyan mələklər yed'ûne lil-mu'minîne ət-təibîne bin-necâti minəl-azab. Deyir ki, burada mələklərin istiğfar etməsi, yəni belə biz bu mədən elə çıxmasın ki, hamımız oturub gözləsin ki, mələklər ki, bizə dua edirlər, bizə istiğfar edirlər. Yox. Əslində belə deyək, yer üzərində olan insanlar günah etdikdən sonra Allaha qayıdırlar və mömin olurlar da. Çünki insan günah etdiyi zaman mömin olmaz da, mömini azalıb gedir. İnsan günahdan tövbə edib Allaha döndüyü zaman artıq mömin dərəcəsinə çatdıqda onlar da mələklərin duasına nail olurlar və əzabdan qurtulmağa da bir səbəb olur. Kəmə fi surəti Ğafir, necə əvvəlki Ğafir surəsində oxuduğumuz kimi. Əllədin yəhmilunən arşə və mən həvləhu yusəbbihunə bihamdi rabbihim. Ərşi daşıyan mələklər Allah Teala həm sənalar elərlər və möminlər üçün, yəni iman gətirən möminlər üçün Allah Teala'dan istiğfar deyərlər. Ey Allahım, onları bağışla. Ey Allahım, onları bağışla. Ey Allahım, onları bağışla. Başqa-başqa hədislərdə də vurğulanmışdır ki, həqiqətən müəyyən bir vaxtlar vardı ki, o vaxtlarda insanlar o vaxtda mələklərin dualarına nail olurlar. Lakin mövzumuz ancaq ayə ətrafındadır. Burada belə baxsaq ki, mələklərin dua etməsi forması necə idi? Nələrdən istifadə etdilər mələklər? Hətta bizə Allah Teala bizlərə bir işarə verir ki, yəni o cür məxluqatların dua etməsi, yəni Allah Teala ən yaxın olan kimsələrin Allaha necə dua etməsi işarədir ki, bizlərin də o ləfslərdən istifadə edərək və yaxud da dualarımızda onları seçərək həmənki sözləri Allah Teala'ya dua edək. Əl-i'tiraf bir-rububiyyəti vəl-kəməl. Burada ilk öncə mələklər nə etdilər? Allah Teala'nın rububiyyətini və Allah Teala'nın kamilliyini etiraf etdilər. Duaya başlamazdan əvvəl. Yəbdəul mələikəti bi-duai bis-sənə aləllahi bi-sifətir rəhməti vəl-ilm. Deyir ki, mələklər möminlər üçün dua etməzdən əvvəl Allah Teala'nın rəhmət və elm sifətləri ilə Allah Teala'ya həm sənalar etdilər. Sən rəhimlisən və ilmin hər şeyi əhatə edir. Rabbənə deyir ki, Rabbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Ey Allahım, sən rəhmətinlə və ilminlə hər bir şey əhatə etdin. Liyəkunət təvəssü bi əsməyi və sifəti əqrabu lil-icabə. Həmçində insanın dua əsnasında dua məqamına, istənilən hala uyğun Allah Teala'nın adlarından istifadə etməsi, yəni sifətlərindən istifadə etməsi, bu həm də təvəssül sayılır da, Allah Teala'nın ad və sifətə təvəssül sayılır. Bu da duanın qəbul olunmasını yaxınlaşdıran səbəblərdən birisidir. Həmçinin mələklər nə etdilər? Rabbənə vəsi'tə kullə şeyin rəhmətən və ilmə. Həmçinin Allah Teala olan duada rəhmət və elm sifətləri ilə Allah Teala'ya yaxınlaşdılar. Həttələrdir bid'u-dua bir-rəhmə. Həmçində mələklərin Allah Teala'ya dua etdikdə rəhmə, rəhmətlisən, mərhəmətlisən adından istifadə etməsi. Əl-ilmu bir-rububiyyə vəl-kəmal. Nidəul mələki bilafz Rabbənə. Və həmçində mələklər bu dua əsnasında Allah Teala'nın rububiyyətini etiraf etdilər. O da Rabbənə, ey Rəbbimiz deyərəkdən. Huwa i'tirafu mubashirul melekutullahi və tədbirihi li kulli şeyin xalquhu və məxluqatihi. Demək, burada Allah Subhanahu wa Ta'ala mələklərin Allah Teala'dan
nəsə bir istədikdə, dua etdikdə Rabbənə deməsində başlaması, bu onların Allah Taala'nın hər bir şeyin Rəbbi olması, yəni onları tərbiyə edən, onları böyüdən, onları idarə edən olmasının etirafı vardır. Və rəhmətü şamil və həmçinin rəhmət özünə daxil edir ki, biddu bis sifə. Allah Taala'nın sifətləri ilə Allah Taala'ya dua etmək. Və həmçində ər-rəhmə yeftahu babur raca. İnsan mərhəmət diləyərsə Allah Taala'dan, demək o Allah Taala ilə özü arasında ümid qapısı açmış sayılır. Li'anna rahmetallah vasat kulli şeyin. Ve't-taibu yahtac bi hadi rahmete evvelen. Aydındır. Demək insan Allah Taala'nın rəhmət adı ilə dua etdikdə, çağırdıqda, xüsusən ki buradakı mələklər, onlar bir mənalı olaraqdan onlar Allah Taala'ya rica etdilər. Və insan da belə edərsə, çünki o günahlardan bağışlanmasına və bu günahlarının bağışlanmasını Allah Taala'nın rəhmətlə rica etməsinə daha möhtacdır. Çünki və ya da duaya başladıqda əgər rəhməti rica baxımında, rica mənasında başlayarsa, bu onun tövbəsinin və yaxud da ki duasının qəbul olunmasını əsas səbəblərdən sayılır. Olmasını tezləşdirər və yaxud da ki əsas səbəblərindən sayılır. İnsan dua etdikdə birinci Allah Taala'nın bu mələklərin dua etdiyi kimi Rabbənə, ey Rəbbimin birinci rububiyyəti etirafı var. Sonra ad və sifətlərdən istədiyin şey uyğun olaraqdan Allah Taala'ya yalvarıb yaxara bilərsən. Buradakı rəhmətin də mənası, yəni ümid, arzu edirəm mənalarını verir. Əl-ilmül muhit və həmçinin elm gəldikdə Allah Taala'nın hər şey bilməsində burada mələklər baxdılar. Zikru sifə, həmçinin burada mələklər dualarında yenə də sifətə, yəni elm sifətinə baxdılar, qayıtdılar və yaxud da öz dualarında bundan istifadə etdilər. Yuvadduhu ennallaha ya'lemu sidqa qulubit taibin. Çünki əgər belə deyək də, sən dua etdikdə, tövbə etdikdə, sən bilirsən ki Allah Taala rəhimlidir və bilirsən ki mənim etdiyim günahları Allah Taala bilirdi, düzdür? Həm Allah Taala'nın rəhmətini bilərəkdən, ey rəhimli, ey rəhmən, rəhmətinlə məni günahlarımı əff et deyirsən və həmcə əl-ilmi, yəni mənim etdiyim günahlarımı bilirsən və mən də sənə sidq qəlblə tövbə edirəm və mənim də tövbəmi qəbul et deyərəkdən burada mələklərin qəsdi bu mənaya gəlir. Və ya'lamu təfasil zunub ba'dihim el-bəşəri təqdimus səna. Yuməsil təqdimul mədh və səna alə talabul məğfirə fəğfir lillədinə təbu. Və həmçindədir dua edən kimsələrin xatırlaması, onların önə keçirilməsi. Yəni, çünki burada mələklər nə etdilər? Ey Rəbbimiz, Allah Taala'nın rububiyyətini etiraf etdilər və həmçinin Allah Taala'nın rəhmətinə, ricasına yönəldilər və bununla yanaşı Allah Taala'nın hər şeyi bilməsi ilə yanaşı və burada günahlarının etirafı vardı. Dedik ki, burada sonra mələklər dedi ki, fəğfir lillədinə təbu. O kimsələr ki, tövbə edirlər, o kimsələr ki, günahlarından sənə dönürlər, ey Allahım, onların günahlarını sən əff et. Aydındır. Əl-məlhəcül əkməl lil-istidaril icabəti vəl-qubur. Yəni, bu saydığımız şeylər, yəni duanın və yaxud da ki, ələxüsdəki mələklərin sənin üçün istiğfar diləməsinə səni ona nail edəcək əsas səbəblərdən biridir. Şurutul məğfirə. Burada mələklərin duasına nail olmaq üçün bir neçə şərt var ki, hətta o mələklərin sənin üçün və yaxud ümumiyyətlə möminlərin dua etməsinə sən də onlardan birisi olasan. Nədir o şərtlər? Həddətil əyətu sınfeyni yestəhiqqani hədəl istiğfar. Bu ayə bizə iki şey bizə bildirdi ki, əgər o şeyləri özündə günahdan sonra və yaxud da ki, hər hansı bir yaxşı əməl və yaxud da hər hansı bir pis əməldən sonra, yaxşı əməl dedik ki, yəni kamil şəkildə etmədim, Allahım daha xeyir etsən mənə yönət mənasında. İki xüsusiyyət var ki, onları cəm etsən, bir ki, mələklər sənin üçün dua edirlər. Birinci, huma əllədinə təbu. Birinci, tövbə etməlisən.
Əgər sən tövbə etdinsə, günah işlədinsə, çünki günahsız insan ola bilməz də. İnsan günahsız olsa o nə olmalı idi? Mələk olmalı idi. İnsan günahkardır. Günahkarların ən xeyirləri tövbə edənlərdir. Sən əgər tövbə etdinsə, tövbə odur ki, günahdan Allah Teala qayıtmaq. İstiğfar başqadır. Tövbə etsə, günahdan Allah Teala qayıtırsan, daha günah işləmirsən. Və arxasınca əstəğfirullah deyirsən, Allah'a məni bağışla, ey Allah'a məni bağışla. Amma bəzən insan olur ki, günahdan qayıtmır, amma istiğfar eləyir. Sabah yenə eləyəcək onu. Bir gün yenə eləyəcək. Qəsdində, niyyətində qayıtmaq yoxdur. Aydın insan bir günahdan qayıtmalıdır Allah Teala'ya. Dönməlidir. Təib qayıtmaq deməkdir. Dönmək, üz tutmaq. Aydındır. Kimə? Allah Teala'ya. Əgər sən birinci şərt odur ki, Allah Teala'nın burada mələklərin sənin üçün bağışlanma diləmək istəyirsənsə, birinci sən etdiyin hər bir günaha böyükdür, kiçikdir, fərq qoymadan, gecikdirmədən tövbə etməlisən. Allahım, sənə tövbə edirəm. Və ya ey Allahım, sənə qayıdıram. Dönüş yerimdə sənsən. Səndən başqa qaçıb qurtaracağım yer yoxdur. Ancaq səndən sənə qaçmalıyam. Aydındır. وَالَّذ۪ينَ اتَّبَعُ سَب۪يلَ الْمُسْتَقِيمِ İkinci odur ki, o kimseler ki günah edirlər, tövbə edirlər. Birinci qisim budur. İkinci qisimdə o Allah Teala'nın doğru yoluna yönəlirlər. Və sən tövbə, günah etdin. Tövbə etdin, bil ki, mələklər sənə dua, istiğfar etməsinə bir dənə addım qaldı. Əgər ondan sonra səbil Allah Teala'nın yoluna yönəldinsə, bil ki, artıq mələklər sənin üçün bağışlanma diləyirlər. Bil ki, mələklər deyilikdə burada həmələtul arş qəsd olunur. Yəni, ərşi daşıyan ən əzəmətli mələklər qəsd olunur. Onların duası sənə gəlib çatır. Sonra, əş-şurut istiğfar mələkə. Və həmçinin şərtlərdəndir ki, əl-ləzinə təbu, ət-təvbəti tə'ni ər-rucu anil-zunub və nədəm aləl-fi'l. Burada tövbənin nə olduğunu deyirsə, tövbə odur ki, yəni günahdan Allah Teala'ya qayıtmaq, etdiyin əməldən peşmançılıq duymaq vəl-əzmu əs-sadiq aləl-ədəməl-əvdəti iləyhi. Qəti əzimkarlıqla bir daha o günaha qayıtmayacağına özündə söz vermək. Əgər bu şeylər tövbədə cəmlənərsə, o tövbə olaraqdan Allah Teala dərgahında qəbul olur və həmçinin mələklərin sənə istiğfar diləməsinə, istiğfar istəməsinə çatdıra bilər. İttəbə'u səbilək. İkinci qism odur ki, sənin yoluna uysalar. Burada qəsdən ət-təməssiki bil-Qur'an olsun. Sənin yoluna uymaq deyildikdə Allah Teala'nın Qur'anına və Peyğəmbərinin sallallahu aleyhi və səlləmin sünnətinə uymaqdır. Yəni, sırat-ı müstəqim deyildikdə və ya ittəbə'u səbilək sənin yoluna təqib etdik deyildikdə Qur'an və sünnə qəsd olunur. Və siyəru alə sırat-ı müstəqim və əmələn və tatbiqan fi həyəti yevmiyyə. Yəni, burada sünnə deyildikdə, Qur'an bildikdə, Qur'an ümumiyyətlə belə biz Qur'anı oxuyuruq, onu əməl edirik, tədəbbür etmək və s. əməl etmək, örgənmək, örgətmək, əzbərləmək və s. Bununla yanaşı sünnədə də, həmçinin sünnədə də həm tətbiqi, əməli tətbiq edərəkdən və onun yəni, gündəlik əməllərində o sünnəni tətbiq edərəkdən Allah Teala'nın sırat-ı müstəqimdə düzgün istiqamət götürsən, bil ki, sən qiyamət, yəni bu dünyada mələklərin sənin üçün istiğfar etməsinə nail olacaqsan. Ər-rabtu beynəhum ət-təvbətu. Burada tövbə ilə Allah Teala'nın yoluna uymaqda bir-birinə əlaqə. Ət-təvbədə hüyyət təxliyə. Tövbə odur ki, ət-təxliyə və ittiba'u səbil odur ki, ət-təhliyə. Ət-təxliyə və təhliyə. Ət-təxliyə buraxmaq, əməl günahları buraxmaqdır. Təhliyə isə gözəl əməllərlə bəzənməkdir. Aydın, günahlardan buraxırsan, salih əməllərlə özünü bəzəyirsən. Tövbə budur ki, təxliyə və ittiba'u səbilikə, yəni səbilükə, yəni Allah Teala'nın yoluna uymaq isə təhliyə, yəni salih əməllərlə özünü bəzəmək qəsd olunur. Ayə bir də qayıtaq. Burada Allah Subhanahu və Teala bizlərə ərşi daşıyan mələklərin Allah Teala həmd sənalar edərək
ondan onu təsbih etdiyi bizə bildirilir və həmçinin həmən ki o ərşi daşıyan mələklər möminlər üçün Allah Taala'dan ey Allahım onları bağışla deyəkdir. Həmçinin sonra səna gəlir ki, Rabb üçün dua etdiniz, arxasında dedi ki, Rabbana vəsi'te kulle şeyin rahmeten ve ilme. Sonra ki, fəğfir lillezine təbu, ey Allahım sənə tövbə edib və sənin yolunu üst tutan kimsələrin günahlarını əff et. Allah Subhanahu Allah Taala'dan istərik mi ilk öncə məni və sizləri də və yerdə qalan bütün müsəlmanlar da bu ayədəki mənaları yaşayıb ona əməl edən və özündəki bu şərtləri cəm edən kimsələrdən olmağı Allah Taala bizə nəsib etsin. Və sallallahu ala nəbiyyinə Muhammed və ala alihi və sahbihi və səlləm.